Hörmətli izləyicilərimiz, əziz tamaşaçılarımız, əziz valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq və mən rəhbər olaraq Vüsal Kəlbəcəri 18 kitab müəllifi Qızıl Qələm mükafatçısı bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan biz Qusar rayonunda. Qusar rayonunda qabaqcıl və nümunə müəllimləri dəfələrlə çəkiliş eləmişik. Bugünkü gündə də Yasaf kəndində. Yasaf kəndində sizə təqdim edəcəyimiz müəllimə həyatının 40 ildən çoxunu təhsilə fəda vermiş müəllimdir. Sizə təqdim edilən müəllimə adınız, soyadınız? Həmidova Validə Cəlil qızı. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışırsınız? 43 ildir. Çox Eyni gözəl. müəssisədə. Çox gözəl. Hal-hazırda təbiətə çıxmısınız, işləyirsiniz? İşləyirəm həmdə. Çox gözəl. Biz sizi məmnunla fəxr edirik. Uğurlarınız bol olsun. Hər zaman vətəniniz başınıza eləyəsiniz. Biz sizin haqqında çoxlu saylı şagirdlərdən, tələbələrdən illər əvvəl də gəlmişdik, sorğular aparmışdıq. Sizin haqqında gözəl sözlər bizə bildirdilər. Biz ona görə gəlmiş sizlə bağlı gözəl çəkiliş eləyək və inşallah sizi həm sosial şəbəkələr, həm də ki bizim jurnalımızda, Çağdaş Təhsil jurnalında, əlinizdəki jurnalda işıqlandıracağıq inşallah. Sizə təbrik edirik. Hansı fənn tədris edirsiniz? Riyaziyyat. Riyaziyyat. Bu qədər ixtisasların içində niyə riyaziyyat fənnini seçdiniz mənim? Mən balacalıqdan fizikaya marağım vardı. Evet. Sonra elə fizika, riyaziyyat istəyirdim, riyaziyyata düşdüm. Çox gözəl. Sizi təbrik edirik bugünkü gündə. Mənim həyat yoldaşımdır. Çox gözəl. Həyat yoldaşınız da sizinlə fəxr elədiyini bildirdi çəkilişdən öncə. Adınız, soyadınız müəllim? Afət Həmidov Abdülməliqoğlu. Siz bilirik gözəl atasınız, gözəl valideynsiniz, həm də gözəl həyat yoldaşısınız. Mən istəyirəm ki, özünüzü təqdim edin, müəllim haqqında öz ürək sözlərinizi deyəsiniz müəllim haqqında. Müəllimlə mən 82-ci ildə adət olmuşam. Çox gözəl. Özüm kənd təsərrüfatlarını qurtarmışam Şəmaqada, qırmızı diplomla. Çox gözəl. Uzun illər, uzun müddət rayonda, kənddə heyvandarlıq üzrə mütəxəssis kimi çalışmışam. Çox gözəl. 5 uşağım var, 5 uşaq atasıyam. Çox gözəl. Hamısına təhsil vermişəm. Çox gözəl. Nə arzulursunuz müəllimə? Nə deyə bilərsiniz? Müəllim deyib ki, yaxşı müəllimdir də indi. Arzunuz nədir müəllimə? Uzun ömür, can sağlığı, necə həyat yoldaşı olubdur? Yaxşı həyat yoldaşım olub. İndi hər bir ailədə indi az-maz şey də olur. Heç bir ailə yoxdur ki, olmamış. Ancaq biz mehriban olmuşuq. Uşaqları tərbiyələyib böyütmüşük. Çox gözəl. Hamısını evləndirmişik, ali təhsil. Neçə nəvəniz var? Məndə 3, 5, 7, 8 nəvəm var. Nəticə varmı? Yox dələ. İnşallah nəticəniz olar və universitetdə biz arzu edirik ki, hər bir nəvəsi müəllimənin validə müəllimə kimi vətənimizin dəyərli vətəndaşı olsunlar. Bu günlərin 2025-ci il 3 aprel tarixidir. Biz təşəkkür edirik, minnətdarım bildiririk. Çağdaş Təhsil komandası olaraq sağ ol deyirik. O gün olsun ki, ən yüksək adlara layiq görülsün, təkrarda çıxana qədər biz də gözəl çəkiliş edirik. Təşəkkürlər, minnətdarım, çox sağ olun.